Girərdim yar qoynuna, çıxardım tərli-tərli. Allah hər kəsin rızısı versin, görsən. Bilsən nədir? Sərvət deyil, sərvət. Sənin keçmiş nişanlınla anan nişanlanıbdır. Bakı TV, sən bunu çəkib niyə efirə versən? Salam dəyərli dostlar, xoş gördük. Videonu axıra qədər saniyə bə saniyə izləyin, sonra fikirlərinizi yazın zəhmət olmasa. Aklas dondurmaları, keyfiyyətə önəm verənlər üçün. Mövzuya keçməmişdən öncə deyim ki, aşağıda gördüyünüz mənim WhatsApp nömrəmdir. Siz Çindən bizim vasitəmizlə Çindəki zavodlardan, fabriklərdən istənilən şeyi ala bilərsiniz, amma topdan şəkildə. Tibbi avadanlıqlar, inşaat malları, ürəyiniz nə istəyirsə, təbii ki, avtomobildir, krandır, ekskavatordur, bunları tək-tək də ala bilərsiniz. Yəni topdan almağa ehtiyac yoxdur. Bir şey də deyim ki, biz həmçinin Rusiyaya da çatdırılma eləyirik. Ona görə də Rusiyadakı soydaşlarımız da mənlə əlaqə saxlaya bilərlər. Yəni, bu nədir? Girərdim yar qoynuna, çıxardım tərli-tərli. İndi durub bunlara bir söz desəm, olacam tərbiyəsiz. Nəysə bir sökük söysəm, olacam tərbiyəsiz. Mən şeyi qınamıram, indi eviyyəsi, gəlin, yəni o insanları qınamıram. Bu məclisi aparan bu xanım. Bu nədir? Girərdim yar qoynuna, çıxardım tərli-tərli. Nə demək istəyirsən? Məqsəd... yəni bu hansı şeydir bu? Yəni əvvəldə belə bir sözlər olubmu, şeirdir, bayatıdır, nədir bilmirəm. Sadəcə niyə bunu eləyirsiniz də? Sonra deyirlər ki, Şəhriyar mız qoyur. Amma mən yazıq neyiniyim? Bu nədir? Cəmaatın məclisində girərdim yar qoynuna, çıxardım tərli-tərli. Bunun başqa nə mənası var? Yəni nə? Allahım yarə. Mən çox fikir bildirməyəcəm, çünki izləyicilərə, yəni tamaşaçılara fikir bildirməyə yer saxlamıram. Ona görə də siz fikirlərinizi döşüyün gəlsin. Bax, bu nədir? Bu hardan gəlib bu zad? Bayatıdır, nədir? Axşamınız xeyir olsun. Allah hər kəsin rızısı versin, görsən. Bilsən nədir? Sərvət deyil, sərvət. Gələcəkdə belə baxacam belə. Hər şey sənə sayəndədir. Sərvət bildiniz də nəyə deyir? Gələcəkdə sən qocalandan sonra artıq o sərvət olmayacaq. Heç arasına pul da yerləşməyəcək. Yəni gərək tonlarla pul qoyulsun ki, ilişib qalsın. Mən qılamayım. Vallahi, bu belə niyə belə video çəkir ki, mən də bu şey eləyim, müzakirə eləyim. Allahın da adını çəkir deyə Allah hamının ruzusu versin. Allah, yəni... Balam ey! Ana yaşayır, həyatdadır. Hazırda sevlidir. 3 dənə uşaqları var. Yəni 3 dənə, 4 dənə. Sənin keçmiş nişanlınla anan nişanlanıbdır və ailə qurub. Sən nə danışırsan? İndi mənə deyəcəksiniz ki, sən bunu nə göstərsən, bunları şey eləyirsən. Baku TV bunu çəkib, Baku TV bunu göstərib. Milyonlarla da izləyicisi var. Qat-qat məndən çoxdur. Baku TV, sən bunu çəkib niyə efirə versən? Niyə bunu efirə versən? Bu nədir? Nə olsun indi sən analog televiziya deyilsən, YouTube kanalısan deyə istədiyin şey eləməlisən. Bu nədir? Üzümü tuturam buradan Baku TV-yə. Hörmətli Baku TV. Axı biz sizin kanalı nümunəvi, informasiya xarakterli, belə gözəl, qəşəng bir kanal. Siz axı ARB deyilsiniz. Siz axı, nə bilim, şey deyilsiniz, ATV deyilsiniz və yaxud da başqa bir kanal deyilsiniz. Bu kimi şeyləri niyə işıqlandırırsınız? Mənim mədəniyyətim, musiqimi körləyən adam mənim düşmənimdir. Kör qoyublar bizim mədəniyyətimizi bunlar. Belə ifaçılar. Ağlıma da gəlməzdi ki, nə vaxtsa Nadir Qafarzadə ilə eyni fikirdə olaram. Dəstəkləyirəm bu fikrini, amma görün, axırda nə deyəcəm. Nadir Qafarzadə tənqid eləyir, çox gözəl, bu mövzuda haqlıdır. Amma Nadir Qafarzadə bir vaxtlar sən də maral mahnısı oxuyan adamsan da. Maralın ritmi zadı biraz belə şey deyildi, çox da belə bayağı deyildi. Amma sözləri var idi ki, böyüyüb olasan gəlin, mənim olasan maral, nə bilim nə, balaca uşağın böyüməyini gözləmək zad. Olmur ya belə şeylər. Nadir Qafarzadə, birinci sən özünü düzəltməlisən. Nadir Qafarzadənin çox yaxşı səsi var. Yəni düşüncələri, zadı mən nifrət edirəm onun düşüncələrinə, özündən də xoşum gəlmir. Normal mahnılar oxusa, yəni ağzının belə deyək, danışığın bilsə,
irqi ayrı seçkilik salmasa, efirlərdə özünü yaxşı aparsa, yəni hörmət olması adam ola bilərdi. Amma durub tənqid edirsən, amma özün də maral oxumusan. Halbuki oxuduğun yaxşı mahnılar da var. Yəni ona görə kimisə, bu mənə də aiddir təbii. Kimisə qınayanda gərək adam özünü də qınasın. Mən də olur ağzımdan bir də görürsüz əsəbləşirəm, jargonlu sözlər, yəni pis sözlər çıxır da indi kazarma söyüşləri olmasa belə, düzdür çıxır. Ya özümü qınayıram. Emosionallıq olur da, hə. Amma ki durub ancaq onu bunu qınayasan, özüvə bir kəlmə söz, gül, nə deyirlər, toz qondurmayasan, bu da olmur. Ona görə də ilk dəfə bəlkə tam razı olardım Nadir Qafarzadənin, amma yarıya kimi razı oldum. Neysə dostlar, özünüzə yaxşı baxın, görüşərik, hələlik.